Salam dostlar, bu dəfəki səfərimiz Qarabağın beşiği olan Şuşa şəhəridir. Şuşa tarixi abidələri, görkəmli şəxsiyyətləri, möhtəşəm təbiəti ilə məşhurdur. Bülbül, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Bu gördüyünüz ev Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın evidir. Bu ev təkcə yaşayış yeri deyil, həm də dövrün ziyalıların toplandığı mədəniyyət ocağı idi. İllər boyu düşmən vandalizmi Natəvanın evini uçurub dağıtmışdı. Eğer bu dünyada xoşbaxtlıq deyilən bir həqiqət varsa, o yalnız insanın öz vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Onun azadlığındadır. Mən azadlığın qüdrətinə inanıram. təkcə gözəl şeirlər yazmaqla deyil, həm də xalqı üçün gördüyü faydalı işlər də yadda qalır. İnsanların su çatışmamazlığından əziyyət çəkdiyini görüb, şəhərə su xətti çəkdirmişdir. Xan qızı bulağı adlanır bu bulaq. Şuşanın milli kimliyini əks etdirən millimizin bəstəkarı Üzeyir Hacıbəyovun ev muzeyindəyik. Zahir bəstəkar bu evdə doğulub boya başa çatmışdır. 1959-cu ildə ev muzeyinə çevrilmişdir. Muzeydə Üzeyir bəyin şəxsi əşyaları, kitabları, şəkilləri nümayiş etdirilir. Üzeyir Hacıbəyovun doğduğu evdə olmaq, onun oxuduğu kitabları, istifadə etdiyi əşyalara toxunmaq insana çox fərqli və qürur verici hisslər yaşadır. Şuşaya gəlib Üzeyir Hacıbəyovun ev muzeyini ziyarət etməmək, mən də Şuşanı gəzdim demək deyil. Şuşa Azərbaycanın mədəniyyət beşiği, Qarabağın incisi sayılır. Qədim şəhərin hər daşı, hər küçəsi tarix danışır. Şuşanın ən məşhur və müqəddəs məkanlarından biri isə Cıdır düzüdür. Vaxtilə burada at yarışları keçirilər, insanlar bayram edərdi. Lakin Qarabağ uğrunda gedən döyüşlər zamanı Cıdır düzü şəhidlərimizin qəhrəmanlıq yolu oldu. Bu torpaqlar uğruna candan keçən igidlərimizin xatirəsi Cıdır düzünü daha da uca və müqəddəs edir. Cıdır düzündən baxanda insan həm Şuşanın gözəlliyini, həm də şəhidlərimizin qəhrəmanlığını hiss edir. Bu gün Şuşa azaddır. Bu azadlıq şəhidlərimizin canı bahasına qazanılıb. Cıdır düzü bizim üçün şəhidlik zirvəsi və qürur yoludur. Ona görə də Şuşada ayaq bastığımız hər qarşı torpağa böyük hörmətlə yanaşmalıyıq.